Demək, mən Azərbaycan xalqına müraciət edirəm. 7-si oktyabrdır. Dünən Prezident İlham Əliyev Ucar şəhərində olub. Bura Ucarın trasından Ucar şəhərinə girəcəkdir. Mən sizə çox qəribə bir şey göstərəcəm. Fikir verin, bura Səkidir. Buranın icra başçısı Mənsur Məmmədovdur. Ziya Məmmədovun demək xalası oğlu. Fikir verin. Səkidə prezidentin gəlişinə görün bu yol təkir. Mən bunu nümunə üçün göstərirəm. İndi maşınla gedib uzunluğu təxminən 2 kilometrın Səkidə demək Səkidə yol təkilməyini prezidentə güya yaşıllıq deyib Mənsur Məmmədovun sırması bax budur. Bura Səkidir. Fikir verin, bura Ucardan demək Bakı trasından Ucar şəhərində girəcəyidir. Azərbaycan və Heydər Əliyev prospektidir. Demək, mən sizə nümunə üçün göstərirəm. Səkidə asfaltı yarıb necə? Demək, asfaltı yarıb necə? Yol olaraq əkiblər. İndi sizə davamını göstərəcəm. Çünki çox uzundur. Təxminən 2 kilometrə yaxın ərazidədir bu. Mən göstərirəm. Baxın, demək, Yevlağa, Zərdab düz, Bakı sola. Bu, demək, trasın, Ucar trasının şəhərə girəcək hissəsidir. Baxın. Mebel, dəniz mebel. Baxın, cənab prezident. Bax, Mənsur Məmmədovun Göyçədə də belə törətmişdir. Səkini söküb. Ona səkinin üstündə yol təkmişdir. İndi mən sizə göstərəcəm. Heydər Əliyev Azərbaycan prospektində Mənsur Məmmədov gülüş bir vəziyyət. Baxın. Hamısı Səkidir o. Səkini söküb yol təkib. Demək, bu prezidentin gəlişindən 2-3 gün qabaq baş verib. Bax, bura Səkidir. Fikir verin. Yolun sağı, solu. Sağı, solu. Fikir verin. Budurmu Mənsur Məmmədov sizin gördüyünüz iş? Budurmu sizi prezidentə gəlməyə ərəfəsində prezidentə göstərdiyiniz şəhər abadlaşdırılmış işi? Budurmu cənab Mənsur Məmmədov? Ümumiyyətlə, bütün Ucar şəhəri səkilər sökülüb, səkilərin içində yol təkilib. Mənsur Məmmədov yeni ideya gətirdi Azərbaycana. Yol fəhmək.